Bugün Rəcəb ayının 13'ü İmam Mövla-i Müttəqiyan Ali ibn Əbi Talib əleyhissalamın mübarək Mövlud günüdür. Bugün münasibətilə bütün dünya əhl-i beyt aşiqlərini, Mövla-i Müttəqiyanın dostlarını, onu sevənləri, onun yolun gedənləri və onun evlatlarını, imam bilənləri və aşiqlərini səmimi qəlbən təbrik edirik və Mövla-i Müttəqiyanın dünyada ziyarətindən ahirətdə şəfaətinə binəsib olmamağımız üçün Allahdan dua edirik. Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə bizləri dünya ahirətdə Mövla-i Müttəqiyanla məhşur eləsin. Quran-ı Kərimdə bir ayə var. Buyurulur ki, يَوْمَ نَدْعُوا كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ Qiyamət günü biz sizləri, bütün insanları öz imamları ilə məhşərə gətirəcəyik. Və bir ayə də var. İndi cəaluka linnəsi imamən. Görürsən ki, İbrahim əleyhissalamı Allah xitab edir. Ey İbrahim, biz səni insanlar üçün imam təyin edirik. Bu ayələrin təfsirləri haqqında biz çox danışmışıq. Qısası budur ki, Quran, İslam elmində imamətin öz başqa bir təfsiri var, başqa bir yozumları var və Əhl-i Beyt məktəbində üsul-i din deyilən, yəni dinin əslində olan 5 maddədən biri, yəni sütunun dirəyi imamət mövzusudur. Allah Quran-ı Kərimdə buyurur ki, biz istəyirik ki, yer üzərində bir xəlifə xəlq eləyək, xəlifəmiz olsun, nümayəndəmiz olsun. Məgər elə Quranda buyurulan o xəlifə dünyasını dəyişdi, dünya qaldı xəlifəsiz? Belə deyil. Odur ki, bu məsələdə möminlər gərək diqqətli ola. Bu imamı seçmək də peyğəmbərlərin ixtiyarında deyil. Əgər diqqət eləsək, Quran-ı Kərim imamət mövzusunda danışanda İbrahim əleyhissalama da deyir, ey İbrahim, biz səni imam təyin edirik insanlar üçün. Baxırsan ki, Peyğəmbər əzəmətli bir, şərəfli bir şəxsiyyət bir zaman gəlir, yaşlı olduğu zaman oğlunu Allah yolunda qurban verəndən sonra Allahdan bu ayə nazil olur ki, biz səni büyündən sonra imam təyin elədik. Yəni bu imamət nə qədər bir əhəmiyyətli, böyük bir mövzudur ki, İbrahim əleyhissalam yaşlaşandan sonra həyatın keşməkeşli əzab, əziyyətlərindən sonra, hətta evladını qurban kəsəndən sonra bu vəzifəyə təyin olunur. Demək, burada nəsə bir ilahi hikmət var. Həzrət Peyğəmbər əleyhissalamda, baxın, ilk dəfə peyğəmbərliyini insanlara tanıdanda ayə var Quranda ki, öz qohum əqrabanı qorxud. Həzrət Peyğəmbər əleyhissalam qohum əqrabasını yığır və orada özünün peyğəmbərliyini elan edir və hər kəs də buyurur ki, mənə köməklidirsə, o mənim imamım olacaq, varisim olacaq, vəsiyyim olacaq. Heç kəs Peyğəmbər əleyhissalama müsbət cavab vermir. Amma Mövla-i Müttəqiyanın Əli əleyhissalamın həmin vaxtı 13 yaşlı olmasına baxmayaraq Həzrət Peyğəmbərə, ya Rasulallah, mən sənə kömək eləyərəm, sənin köməkçin olaram deyərək xitab edir, amma Həzrət Peyğəmbər əleyhissalam onu 3-cü dəfədən sonra buyurur ki, ey Əli, sən mənim varisim və vəsiyyimsən. Belə bir şəxsin bugünkü günü mövludu, yəni yer üzərində İslamiyyətin dirəyi olan bir imamət mövzusu hər bir insandan qiyamət günü soruşulacaqdır ki, sən imamı necə tanıdın, necə onu dərk elədin? Həzrət Peyğəmbər əleyhissalam icrət etdiyi zaman yatağında Mövla-i Müttəqiyanı qoyub gedir. Onun haqqında ayə nazil olur. Həzrət Peyğəmbər əleyhissalam baxırsan ki, bir çox məqamlarda Mövla-i Müttəqiyanı insanlara tanıdıb. Əli haqq ilədir, haqq Əli ilədir. Qədrxum məsələləri, ondan sonra digər bir çox məqamlarda Mövla-i Müttəqiyanın imamətin xatırladıbdır. Əgər biz Quranın ayələrinə diqqət eləsək, Nisa surəsinin 59-cu ayəsində Allah Teala buyurur: "Ya eyyuhellezine amenu ati'ullah və ati'ur rasul və ulul emri minkum." Ey iman gətirənlər, Allaha itaat edin, peyğəmbərə itaat edin və ulul emri minkum və sizdən olan əmr sahiblərinə. Əgər əhl-i sünnə əzizlərimizin Şəvahid-ü Tənzil
kitabına diqqət eləsək, Hakim Həsqani tərəfindən orada bütün Mövla-i Müttəqiyan və Əhl-i Beyt haqqında olan ayələri gətirib və hədisləri qeyd edib. Buyurur ki, bu ayədə məqsəd Həzrət Əlinin Peyğəmbərdən sonra ikinci bir şəxs olaraq ulul əmr adlandırıbdır. Yəni Əli İslamiyyətin Peyğəmbərdən sonra ikinci şəxsidir. Yəni insan gərək Mövla-i Müttəqiyə və onun 11 evladına gərək itaət eləyə və onların imamətini qəbul eləyə. Və bir çox hədislər də bu haqda qeyd olunmuşdur. Məsəl üçün, onlardan Kunu məəs-sadiqin ayəsi, Mübahilə ayəsi, Məvəddə ayəsi və bir çox ayələr Mövla-i Müttəqin əleyhissalam haqqında nazil olmuşdur və həmçinin əgər biz diqqət eləsə Peyğəmbər əleyhissalamın hədislərində ki buyurur, mən sizə 2 ağır əmanət qoyub gedirəm. Biri Qur'an və digəri Əhl-i Beytim, başda Mövla-i Müttəqiyan əleyhissalam olmaqla. Və həmçinin Peyğəmbər əleyhissalam buyurur, mən matə və ləm ya'rif imamə zamani matə meytətən cahiliyyə. Cahiliyyət meyyiti kimi dünyasını dəyişib. O şəxsi ki, öz zamanəsinin imamını tanımadan dünyasını dəyişsə. İndi sual meydana çıxır ki, Peyğəmbər əleyhissalamdan sonra İslamın imamı kim olubdur? İnsanların imamı kim olubdur? Və bugün insanların imamı kimdir? Çünki Peyğəmbər buyurur ki, hər kəs öz zamanəsinin imamını tanımasan dünyadan dəyişsə, o cahiliyyət, yəni dinsiz dövrdə dünyasını dəyişən insanlar kimidir. Görəsən, biz necə öz zamanəmizin imamını tanıyırıqmı? Odur ki, imam aşıqı olanlara bugünkü gündə dünyasında imamətin sütunu olaraq dünyaya gələn Əli ibn Əbu Talib əleyhissalamın mövlüdü münasibətilə bir daha təbrik deyirik və dünya axirətdə Mövla-i Müttəqiyanın yolunda sabit qədəm olmağı və o yolu həqiqi tanımağa Qur'an ayələri ilə və hədisləri ilə Allahdan arzu edirik.